Xoş gördük hər birinizi dəyərli izləyicilər. Bugün Yasamal rayonu Həsənbəyzərdə prospekti İnşaatçılar metrosunun Qələbə dairəsinin yaxınlığında Dövlət Sosial Müdafiə Fondunun tam yanında yeni tikili binada qanuni 2 otaq 90 kvadrat ölçülü bir mənzildəyik. Mənzilimiz 18 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Yeni təmir olunub və təmirdən sonra yaşayış olmayıb. Təmir zamanı qeyd edək, keyfiyyətli və müasir dəbə zövqə uyğun şəkildə təmir olunub. Divarlarda lepka emulsiyalardan, lepkalardan və güzgülərdən, taxta işləmələrdən istifadə olunub. Giriş sanitar qovşağı, mətbəx hissə döşəmə qranit mərmər və istifoldan istifadə olunub. Giriş qapıda sağ istiqamətdə tam boy axıra qədər yığılmış qardirob hissə mövcuddur. Sol tərəfdə isə güzgü işləmələr yığılıb. Mənzilin qarşısı açıqdır, orta evdir, gün düşən mənzildir. Burada sağ hissədə mənzilin sanitar qovşağı, yəni hamam tualet hissəsi yerləşir. Baxın bu şəkildədir. Lazım olan bütün aksesuarlarla təchiz olunub. Qaz, su, işıq təminatı fasiləsizdir. Binada 2 lift fəaliyyət göstərir, sürətli liftlərdir. Və burada isə mənzilimizin qonaq otağı yerləşir. Baxın bu şəkildə belə bir qonaq otağımız var. Gördüyünüz kimi. Baxın bu şəkildədir. Gözəl bir qonaq otağı var. Lazım olan bütün aksesuarlarla təmin olunub. İstər çılçıraq olsun, istər pərdələr olsun, istər kombi batareyaları. Burada mənzilimizin eyvan hissəsi yerləşir. Həm mətbəxdən, həm də qonaq otağından çıxmaq mümkündür. Qarşısı açıqdır, qarşısının heç bir maneə kəsmir. Qayıdaq mənzilin dəhliz hissəsinə. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Az öncə qeyd etdiyim kimi həm mənzilin qonaq otağından, həm də mətbəx hissəsindən eyvana çıxış var. Mətbəx tam boy axıra qədər yığılıb, lazım olan müəyyən aksesuarlarla təmin olunub. Aspirat olsun, qaz sobası olsun, müalicə hissələri olsun, hamısı qurulub və digər ev avadanlıqları üçün ayrılmış hissələrdə öz yerini tapır. Burada isə soyucu üçün ayrılmış zolaq hissə və mətbəxdən də eyvana çıxış mövcuddur. İstilik sistemi fərdi olaraq kombidir, qaz su işıq təminatı fasiləsizdir. Binada geniş həyət var, uşaq meydançası var, yeraltı dayanacaq var, tam yol kənarında yerləşən kompleksdə yerləşir. Mənzilimiz onu da qeyd edək. Burada mənzilimizin yataq otağı yerləşir. Yataq otağı üçün lazım olan bütün aksesuarlar da yerləşdirilib. Buralar olsun, çılçıraqlar, pərdələr tam olaraq yerləşdirilmiş şəkildədir. Mənzilimiz haqqında ümumi məlumatı qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu Həsənbəyzərdə prospekti İnşaatçılar metrosu Qələbə dairəsinin yaxınlığında Dövlət Sosial Müdafiə Fondunun Topçubaş adına Elmi Cərrahiyyə Mərkəzinin tam yanında Həsənbəyzərdə prospektində yerləşən kompleksdə 18 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 90 kvadrat ümumi sahəyə malikdir. Qanuni 2 otaqdır, orta evdir, qarşısı açıq, gün düşən qərb istiqamətinə baxan bir mənzildir. Mənzilimizin qiyməti aşağıda əlavə məlumat bölməsində və rəylərdə qeyd olunacaq. Real alıcıya endirim olunacaqdır. Açar bizdədir. Gün ərzində mənzilə əyni şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək.